Zaxarova da deyir ki, ciddiyə yox, Moskvaya qulaq vermək lazımdır. Sizin fikirləriniz maraqlıdır İlham bəy. Amerikanın bu yaratdığı gərgin gündəmdə həqiqətənmi proseslər Moskvanın xeyrinədir? Siz nələr müşahidə edirsiniz? Çox düzgün vurğuladınız ki, Amerikanın belə deyək ki, bu gərginliyi yaratdığı. Hamımız bilirik ki, məhz son vaxtlar, xüsusilə 28 fevraldakı Oval kabinetdəki Zelenskinin qəbulundan sonra vəziyyətin kifayət dərəcədə dünyada gərginləşdi. Bir-birinin ardınca sammitlər, görüşlər Londonda, Brüsseldə çağırıldı. Ukraynanın çətin vəziyyətdə olduğu göstərildi və sanki buradan Rusiya bir stimullar aldı, sanki yox, həqiqətən də stimullar aldı və Kursk ətrafında çox gərgin döyüşlər getdi o dərəcədə ki, Ukrayna hərbiçilərinin 10 min nəfərinə qədər əskərinin mühasirəyə düşəcəyə qədər də informasiyalar gəldi. Yəni orada vəziyyət doğrudan da kifayət qədər gərgindir. Və siz deyən kimi, gələk ciddiyə əvvələn onu deyək ki, ciddədə faktiki olaraq 8 saatlıq görüşdə, bu görüşdə Amerikanın irəli sürdüyü bütün təklifləri, birbaşa Zelenskinin də belə deyək ki, o görüşə kənardan müdaxiləsi ilə Ukrayna tərəfi tamamilə razılaşırdı. Ukraynanın da müəyyən maraqları az, belə də çox az miqdarda gözlənilsə də, Amerikanın irəli sürdüyü bütün təkliflər qəbul olunurdu. Bunu sonradan mətbuata informasiya verən, açıqlama verən, həm təhlükəsizlik məsələləri üzrə köməkçi Olson, həm də dövlət katibi Marco Rubio'nun açıqlamalarında biz bunu gördük. Və konkret olaraq deyirlər ki, artıq söz indi Rusiya tərəfindədir. Siz görürsünüz ki, Rusiya tərəfindən adəti üzrə iki istiqamət, iki nəfərin açıqlamaları olur. Bir Peskovun açıqlamaları, bir də Zaxarovun. Əgər Peskovun açıqlamalarında bir belə deyək ki, bir diplomatik əndazə gözlənilirsə, Zaxarova öz xarakterinə də uyğun olaraq, həm də elə Rusiyanın xarakterinə uyğun olaraq həmişə biraz kəskin danışmağı sevir və kəskin danışır. Peskov deyir ki, bəli, biz bundan sonra Amerikalı belə deyək ki, kollegalarımızla əlaqə saxlayacaq, detalları öyrənəcək və bilirsiniz ki, gələn həftə mümkündür ki, belə bir görüş olsun. Amma gələn həftəyə qədər Trump'ın dediyinə görə Putinlə də görüş tamamilə mümkün. Bir görüş deyəndə daha doğrusu telefon danışığı gözlənilir. Bu telefon danışığında ola bilsin ki, bəzi detallar yenə də əsas budur. Fakt olaraq Peskov bildirib ki, Putin heç kəslə, Marco Rubio ilə və digərlərini görüşməyəcək, o birbaşa Trump'la görüşəcək. Zaxarovun dediyi isə onu göstərir ki, heç də bu bir aylıq sülh təklifi ki, məsələsi ki var, daha doğrusu atəşkəs sülh yox. Bir aylıq atəşkəs məsələsi heç də belə deyək ki, ciddədən deyilən kimi və orada nələrinsə nəzərə alınması kimi birbaşa Moskvanın qane etməyəcəkdir və hiss olunur ki, qane etmir. Çünki dedilər ki, bizim burada öz şərtlərimiz var. Çünki biz indi hücum vəziyyətindəyik. Bu hücum vəziyyətində üstünlük bizdəndir. Putinə faktiki olaraq miqyaslı qələbə lazımdır. Bunu xüsusi olaraq vurğuluyor Rus mətbuatı da, beynəlxalq mətbuatda ki, miqyaslı qələbə lazımdır. Xüsusilə 80 illik ərəfəsində, yəni ki, faşizm üzərində qələbənin 80 illik ərəfəsində bu miqyaslı qələbəni əldə etmək üçün görünür hələ Trump'la danışıqlarının bəzi detallar üzrə çıxacaq. Biz çox güman ki, Moskvanın yeni iddialarının şahidi olacaq. Düzdür, biz çox ehtimal edilir ki, bütün dünya mətbuatında da, mütəxəssislər də, şərhçilər də bildirirlər ki, bu digər şəkildə Moskva buna razı olacaqdır. Çünki bilirsiniz, sülhdən qaçmaq kimi belə bir funksiyanı və daha doğrusu belə bir obrazı özlərinə götürmək istəmir ki, bir aylıq atəşkəsə Rusiya qaçdı. Amma son üzümüzə gələn bir həftə ərzində Kurskda vəziyyəti xüsusi olaraq gərginləşdirəcəkdir. Yəni onu deyəcəkdir ki, Kurskdan Ukraynalılar geri çəkilmədi, ki, biz onları məcbur etdik və bu saatda məcbur edirlər. Amma elə bugün, bu saatlarda Ukrayna komandanlığından gələn məlumatlara görə 2 gün ərzində bütövlükdə Kurskdan geri çəkilmək məsələsini həll etmək istəyirlər. Düzdür, orada bəzi qüvvələri geri çəkiblər, xüsusilə hazırlıqlı qüvvələri geri çəkiblər ki, onlara belə deyək ki, xüsusi mühasirəyə düşüb onları qırmasınlar. Yəni, konkret sizin suala gəlsəksə, doğrudan da indi bu saatları gözlər ciddiyə yox, Moskvaya tikilibdir. Yəni, ciddədən gələn təklifi Moskva olduğu kimi qəbul edəcəkmi?
bir aylıq atəşkəs olacaqmı və bir aylıq atəşkəsin arxasından daha hansı tələblər irəli sürüləcəkdir? Biz bilirik ki, bəri başdan o tələbləri artıq Moskva səsləndirir.